Salam, gəlin bir dəqiqədə Butana səyahət edək. Himalay dağlarının qoynunda yerləşən Butan dünyaya fərqli bir fəlsəfə ilə baxan nadir ölkələrdəndir. Burada dövlətin ən böyük məqsədi insanların xoşbəxt və mənalı həyat sürməsini təmin etməkdir. Butan təbiətinə görə də dünyada mənfi karbon balansına malik yeganə ölkə sayılır. Yəni oranın geniş meşələri atmosferə buraxılan karbon qazından daha çoxunu udaraq təbiətin nəfəsini qoruyur. Paytaxtında isə bir vaxtlar quraşdırılan yeganə işıqfor belə uzun ömürlü olmayıb. Sakinlər onun şəhərin ritminə uyğun gəlmədiyini düşünərək narazılıq bildiriblər və nəticədə işıqfor sökülüb. Ekologiyanı qorumaq üçün də 1999-cu ildən etibarən plastik paketlər qadağan olunub. Hətta daha sərt bir qərarla tütünün satışı və istifadəsi də tamamilə yasaqlanıb. Bundan əlavə Butan dünyada televiziya və internetə rəsmi icazə verən ən son ölkədir. Yalnız 1999-cu ildə ölkəyə dövrün texnologiyası daxil olub. O zamanki kral xalqın xarici təsirlərin təzyiqi altında öz mədəni kimliyini itirməməsi üçün prosesi uzun müddət gecikdirib. Növbəti səyahətdə görüşənədək.